Ona görə bu günlərdə edilən ibadətlər hansı gəlir? Əlbəttə, həcc ibadəti. Həccə gedənlər bu günlərdə həcc ibadət edirlər. Zilhiccə ayıdır. Həccə gedə bilməyənlər nə edirlər? Oruç tuturlar. Baxın, oruç tutmaq. Çünki oruç ən fəzilətli əməllərdən birisidir. Adəm oğlunun hər bir əməli özünə aiddir. Oruc mənim üçündür və mən onun mükafatını özüm verəcəyəm. Yəni, xüsusi bir mükafatı var. Düşünün, Zilhiccə ayının 9 günü hamısını orucdan keçirsən və yaxud da ki, Arafa gününün hamısını Arafa günü orucdan keçirsən. Ona toxunacaq. Üçüncü, namaz. Yəni, vacib namazları vaxtına qıl, müstəhəb namazlar, dua namazı, yəni istədiyin qədər namazları artır. Dördüncü, zikir. Baxın. Və bu günlərin də ən çox zikirləri hansıdır edilən, bunu da xüsusi olaraq Peyğəmbərimiz buyurur. Deyir ki, Peyğəmbərimiz Allah qatında bu 10 günlərdən daha fəzilətli və sevimli günlər yoxdur. Buna görə bu günlərdə çoxlu deyin. Allahu Ekber, La ilahe illallah, Elhamdülillah, baxın, Subhanallah. Bu günlərin xüsusi zikirləri budur. Ona görə sahabələr hətta bu zikirləri biraz yüksək səslə deyərdilər, bəzən bazarda gedib deyərdilər. İnsanlar yəni xatırladardılar. Nədir bu günlərin ən xüsusi zikirləri? Subhanallah, Elhamdülillah, La ilahe illallah, Allahu Ekber və digər zikirlər. Amma əsasən bu zikirlər. Sonra 5-ci, sədəqə vermək. Çünki bu günlərdə sədəqə ən çox tövsiyə olunan əməllərdəndir. Allah Teala buyurur, ey iman gətirənlər, sizə ruzi olaraq verdiyimiz şeylərdən Allah yolunda xərcləyin. Düşünün, bu gündə nə qədər onun faydası Allah dərgahında artır. Zikirlə yanaşı Quran oxumaq, əstəğfurullah zikri, valideynlərə yaxşı davranmaq, qohumlu əlaqələrini davam etdirmək, insanlara yemək yedizdirmək, kasıblara əl tutmaq, insanlar arasında olan islah eləmək, yaxşılıq insanlara buyurmaq, dili qorumaq, qonşulara yaxşılıq eləmək, qonağa hörmət eləmək, Allah yolunda xərcləmək, yəni ailəyə xərcləmək, yetimlərə yardım eləmək, xəstəyə ziyarət eləmək, bir insanın ehtiyacını qarşılamaq, Peyğəmbərə çoxlu salavat gətirmək, insanlara zərər verməmək, baxın. Yəni, bu günlərdə istədiyin qədər yaxşı əməllər artır, xüsusilə duaları artırmaq, özün üçün, ailən üçün, bu gözəl vətənimiz üçün, yəni, bütün ibadətləri, hər ibadətdə nəyi bacarırsansa, bu günlərdə et. Çünki, yəni, ən sevimli əməllər bu gündə nədir? Edilən əməllərdir.